Deməli dostlar, sizi muazzam təmizlikdən danışım. Muazzam deyirəm ha sizə. İnanın ki, and olsun Allaha. Dünən yox, sıra gün təmizləmişdim. Təbii ki, özüm eləmişəm. 2 gündə silmirəm. Yağ sökücüm yoxdur. Ona görə təmizləmirəm. Və burada bizim əsərimiz. Axşam yığışdırdığım ev. Evdə 3 nəfər var. Hüseyin, Murad, mən. Dağıtdığımız ev. Pesmişəm qızlar ev yığışdırmaqdan. Səhər durandan 5 dənə belə su içmişəm. Arıqlamağın ən gözəl və ən təbii yollarından biridir. Deməli qızlar, indi də evi süpürək. Heç gör, dünən süpürülən ev oxşuyur sizə Allah buna. Kafeli ona görə nifrət edirəm, buna vermiş sizə Allah. İlaclarına gedir. Hələ bura. Hər gün bunu yəni dibdən belə silmək, süpürmək, yəni and olsun Allaha olurdu, amma nə bilim valla, bilmirəm bu evdə toz hardan qaynayır. Hələ eş gör, dünən silinən ev oxşuyur. Yenidən silməliyəm. Hər gün silinən ev vəziyyətdə olmağı çox anormaldır. Saç hər. Hardan gəlir var? Bəlkə balkona açıq qoyuram, oradan gəlir. Bura. Hına. Düzdür, bizim uşaqlara dözmür. Uşaqların da günahı var, amma nə qədər olmasa da, yəni o qədər də deyil. Bəli silək. İnanırsınız, mən hər siləndən sonra bu silicinin pol əskisi deyirik də bizimlə, belə deyim. Pol əskisini atıram, patlayan maşını özü 60 dəqiqəyə qoyuram. Amma yenə də bu hissəsi qaradır. Getmir. Mən yazıq buna nə edeyim? Bir hissələr silmişəm. O da belə silək ki, yıxılmışdım ha, ayaqlarımızın izi qalmasın. Buna, siz Allah buna, bəyək süpürmədim buranı. Buradan çıxana, kafelə nifrət edirəm də, Allaha and olsun. İndi silmiş, süpürmüşəm, buradan çıxana. Siz Allah buna. Qıl yumağı da elə bilir. Başım çıxır mənim evdən. Deməli qızlar, şampon almaq istəyirəm, qar şamponu. Bu çox qəşəngdir. Bundan götürəcəm bir dənə. Feyli ilə bundan istifadə edirik. Endirimdədir, elə endirimdən yararlanım. Bunu götürüyorum. Burada da bədən duş gel ama oba markete girmişəm, yox. Belə şey olar bacı. Bədən duş gel nə olmasın ki? Bir daha mağazada. Hadi zaten yeməmişəm, dedim bir dənə də kofe götüreyim, acıqlarını onun üçün. Qızlar, evdən çıxanda güya video çəkəcəkdim sizin üçün. Necə tələsik çıxdımsa çəkəmirəm. Gedirəm saçlarımın rəngini dəyişəm. Özüm dəyişmirdim ki, iyun ayı falan belə dəyişim. Qismət bu günəymiş. O qədər qərarsız qalmışam, bilmirəm ki, saçımı nə rəng eləyim. Gedə görə başımıza nə iş gəlir. Bu gün saç, makyaj, hamısını bu günə salmışam özü. O qədər də işim var. Hələ üstə
Üstəlik Venusdakı Solaria'ya getməliyim. Hamısını eləyək. Görək başımıza nə iş gəlir. Aslında gördüyünüz kimi başıma bəladır da yana. Görək nə rəng olacaq. Naş çox qərar almışam da bilmirəm hansı rəng eləyim. Deməli qızlar, burada da özüm səsləndirmək məcburunda qaldım. Ətrafda o qədər səs-küy var idi, ferin falan səsi. Rahat özüm danışa bilmirdim. Burada da saçımın dibini açır. İnanın ki, mən belə düşünməzdim. Siz bir dənə bu birisi video baxın. Allah qızlar, bir dənə buramın qızartısına baxın. Alerjiya verdi. Hələ başımı basın. Belə olur mənim bədənim. Son vaxtlar bilmirəm. Gözümdən malca alırdım. Salaridə pişmişdi. Derim beş ona görədir. Siz Allah bunu. Deməli qızlar, bədənim gördüyünüzdən də ağır vəziyyətə düşdüyü üçün məcbur qalıb usta 2 nəfər işləmək məcburunda qaldı, belə deyim. Amma inanın ki, usta çox yaxşı insan idi. Həqiqi Allah onun canını sağ eləsin. Gördü ki, haldı get-gedə pisləşir. Əlavə yenə alerjiyaya qarşı dərman verdi. Birinci oturanda da verdi, sonradan da. Mən həkimlə danışdım, öz həkimimlə. Dedi, dişdəki iltihaplardır. Get-gedə sinuslara yayılır, toxmalanır. Bir qəribə bir şey dedi, tam bilmədim. Nəysə, keçək əsas məsələyə. Burada da saçımı rəngləyirlər və artıq rəng hazırdır. Amma mən yenə də oradayam, o şişlərdəyim. Elə bir buynuz var. Allah hamd olsun, nə yaşayıram özüm də bilmirəm. Bir onu bilirəm ki, bir həkimin səhvi insanın həyatına mal ola bilərmiş. Necə ki, yavaş-yavaş məndə olur, bir çox şeyə mal. Malda, nəysə. Burada da kofe gətirdilər, su ilə kofe. Kofeni içirəm, özüm üçün gözləyirəm. Artıq saçımın da rəngini açıldı, rəhləndi, amma rəng xoşum gəlmədiyi üçün ətəklərini yenidən açıb, əlavə istədiyim rəng, dibi rəng alsın deyə o bir prosedurlara keçiləcək. İnanın belə videoda qısa düşübdü, amma demək olar ki, günümün yarı salonda keçdi. Pilusdakı alerjiya verdiyim üçün Solaria'da gedə bilmədim. Heç canım o qədər ağrıdı ki, dırnağı da gedə bilmədim. Belə dostlar, indi də ən axırıncı proseduru eləyirik. Görək başımıza nə işlər gəlir. Sonda nəticəni sizin düşüncələriniz inanın ki, çox maraqlıdır mənə. Sizcə mənə tünd ürəkmi yaraşır, yoxsa sarımı? Mənə deyərsiniz, inansız mən son vaxtlar özümə sarını yaraşdırmırdım. Dəhşət boğurdu məni, yaşımdan böyük göstərir hədsiz dərəcədə. Nədənsə heç bəyənmədim. Deməli qızlar, artıq saçım hazırdır. Taksi vurdum, indi də yollanıram evə. Necədir sizcə? Məncə çox qəşəng alınıbdır. Deməli qızlar, gedəndə də probkaya düşdüm, gələndə də. Niyə belədir? Bizim yollar. Balaca da dövlət iyi, böyük də deyil. Özümüzdən çox maşın var. Narsız acından rəyimcidir. Bu alerjiyaya görə gedirəm hələm. Sesdiram gəlir, sistem qoşduram. Qızlar, gələr-gəlməz əlimdə nə pota düşür. Allahım,əsircəz. Evdə nə spirt var təsəvvür edin. Nə pambıq var, ətirlə, salfetka ilə. Ona nə deyirlər? Nə? Deyirlər. Parfüm. Yox. Disk. Hə, disklə. Disklə belə buzanıntı da hardansa tapmışıq. Nəsə, mən dolmuyor. Demirəm, orada olmuşum. Deyəmlərəm. Yəni gələr-gəlməz sistem. Qulaqlarımıza mı görəsiniz? Nasıl pələkdir, lap pələşir. Qıpqırmızı olub, büyük bir olub. Şişibdir. Bacınızın başından belə əsi olmur. Qol nə qədər düşür? Nerede? Bunları mı görürsən ya? Əslində elə deyil. Hə. Yox, siz elə bilin, bu bacılar. Deməli dostlar, saat 12-dir. Biz xalalı balalı hamımız acından öldük. O yox, balacadır. İrsin yox. Ürəyimiz spagetti istəyir, amma deyib buna baxmır. Yox, bu da deyil. Ha, nə bu? Aa, istədiyimizdən yoxdur. Yox, qalın var, lap qalın. Deyil, ha, tapdım. Bundan da qalındı, amma bu da pis deyil. Bu lap başqa şeydir, yəni. Hədə, spagetti yox, bu qalın versin, çox nazikdir, qəşəng tatlısı olur. Bu qəşəng olur. Doymağın spagettisi dadlı olur, deyən görüm. Burada yoxdur. Hə, dostlar, onu deyirəm.
Saat 12'dir, biz acından öldük də. Acından öldük sözü Nerede günahdır, amma yani? acmışıq. Bəli. Bu da ki, mənə Qalın valla. düyünün iyinə bax. Bu qalın. Yox, qal deyir, yaxşısan deyir. Bu qəşəngdir. Dostlar, reklam zaten ya da reklam mı? Alın. Deyim bak. Yaman da reklamdır, yaşayırıq. Deyəm, endirmə düşüb bu tomat. Tomat axtarıq, qəşəngdir. 2.49 qəpik. Final aldığımızda gəl bundan alaq, yaralanaq. Bazarçılara gələndə 2.49 qəpik yəni. Qəşəngdir, hə? Bundan alaq. hə, bazarçılara gələndə Çin məhsulları yemək istəyirsə gəlin bura. Qaraqarayev, Bazarçılar, Özbəkistan 35 küçəsi. Qalanı bilmirəm, belə bir dənə yerdir. Təzəsən öyle gəlmişəm. Bura Özbəkistan küçəsi deyilmiş biz qaldığımız yer. Özbəkistan Amma şeydir. biz elə vururuq taksi gedəndə. Hə, məsələ Hə, yəni. da açdıq tökdük hamı hər şey. Sos da, yox, sos da alırlar. Soslardan evdə var, amma acı sos götürək. Götürürəm də bol-bol. Ən acısı. Anası bol-bol. Yo, ən acısı. Ən azı gəlmə, sadəcə. Deyək, ha, budur. Ha, bu. Ay, Margarito. sarımsaqlı. Bu öyle bir dənə. Şey də var deyil də, anne də varsa biz elə yeyirik ya. Tomat, yağ, o elə deyirsən də, elə istəyirdim. Hə, mən sənə bir şey verdim. Samsaq da vururdum mənə. Yox. Hə, bir diş samsaq da vururum, həmişə. Ağzına görmüş. Hə də, hə, bir diş. Dadı bilinmir içində. Ürəyim də istəyir fərqli. Amma nə? Gedib şöyle simişqalaq bakayım, oturaq balkonda çıxdıyaq yeməkdən sonra. Olar elə. Hə? Simişqalaq çıxdıyaq bakayım, gördüm, gəl, amma pul azdır. Birlikdə gedək. Deyə, gülüm tomat hansındandır? Qızlar, hamısı endirmə düşüb ha. Ha, bu Azərbaycan stili, bu xarici. Düşüncələr öz ölkəmiz ən tatlısını edir. Vallahi yox. Heç demə, heç yerdə demə. Qalmış bizim. Axırda bu bizi ölkədən qovduracaq dostlar. Niyə mənim haqqım var? Nə haqqım var? Heç kimin mənə qarşıma haqqı yox. Puh! İnsan hüquqları qayda bir. Ay, deyə. Şey, bəlk, məsəl vurudun. Bəş nədir? Ət yemirsən? Nani yox. Qurudulmuş nanələri, onu nəsə vururdum belə. Balaca Şey balaca. vururdum Şey, ona. biftəyə vurursan, nə belə? Yox, sən nə vurdun? Bastırmaya qoyurdun, nə belə balaca. Çəkiyot vururum ona mən. Hə, ondan. Bu sarımsağı çəkə bilərsiniz. Bu dənədir. Agresiv insanlar. Yaz uşaqlar o qədər işləyir, yorulur edək. Enerji qalmır. Bəs onun yanında nə ye? Onun yanında nə ye? Xiyarxanda turşu. Götür sarımsağı, o bahalı sarımsağımızı. Bu gün dostlar diyet pozuram çünki sutkanı heç nə yeməmişəm. Heç nə, çox acam. Sistem vurdurdum. Az şey yemişim, bir dənə dönər üstünə. Çünki evdə olmuyor xalaları. Simişə götür. Nasıl mı? Həmişə çıtladığımdan. Qara. Ha, var, ha. Qara, o birisindən istəyə bilirəm ki, dişim var ki, dişimi bu günə qoyanım mən. Qarış da deyirəm, gəlib özümü tutacaq. Pek badem. Burada da heç kəs yoxdur, dostlar. Gedək o yana. Abaca. Ta ki, telefon da əlimdə olanda elə ağzımı ayırıb çəkirəm ancaq. Yaman baxırsan, get su götür. Su, gəl o su üstündə yersiz, su götür. Nəsə götür də götür, ya kola, ya fanta, ya sprite. Selifillik. Xeyirli şey götür, litrik götür, içinizə də. Pulum çalsın. Son qəpiklərimiz damlaları yaşayıram. Ama nar Fantalı içirsiniz, siz ondan götürün də. içinde almak değil mi? Şaftalı da var, alma da var, Biz her şahıra vereceğim kola. greyfurt da var. Ya da nə bilim, kola nədir, içirsin. Nə bilim, nə istəyirsin? Götür. Amma sən elə şey götür, oraq da içsin. Götür. Siz Sprite-i daha çox xoşlayırsınız axı, mən elə bilirəm. Sprite başka ne mi yapalım? Yaxşı, yaman qərarsız qapısınız. Tez olur, cəmaat dükkanı bağlayırsın. Zero, kola götürmə də başqa şey götür. Qırmızı qapaqlı, hə, gəl. Saat neçədir? Neçədirsə bilmirəm, amma bir 10 bilirəm ki, bağlanır, adam çoxdur. Nə qədərdir? Hə? Ayğın şu bağıma alıram. Buraya
də qaydırıq evə. Heç soruşmadım qızlar, siz Allah saçımın rəngi yaraşıb. Üzüm hər yeri dal eləyə verir. Amma oradan bura bir səfər mən gətirmişdim. Nədənsə bu səfər centilmenlik yadımdan çıxıb. Nə oldu? Velosipedlə təzə maya qoyub dostlar. 30 manat aldı məndən. Getdi velosipedlə maya qoydu balam. Yaxşı, nə oldu? Buyurun, var mısınız? Ayaq şaxta adam yaşır, bala. O, ona görə qovurlar, biz altdalar. Yaxşı, sən coşma. Deməli, dostlar, sabahınız xeyir. Murad kitabları ilə sağollaşır. Murad necə istəyir? Sən alırsan mənim canım necə istəyir? Biz alırsan heç? Yox. Niyə? Yaman yapmış. Son zənginə sayılı günlər qaldı dostlar. Müəllimə də şey istəyibdi. Stolumuzun gününə baxalım. Müəllimə də kitablarını istəyib. Kitablarını apar. Əlində aparasan, sunkada apar da. Sunkanı boş gətir. Hə? Torba nədir? Hə, amma apar sərgəri salafanda eləmir. Sevinirsən Tayda. Səhər tezdən durmalara. Bu nə səsdir? Bu qonşunun niyə bir səs gəlir? Hər ürün qışqırır. Yani kimsə askırmışdı işte. Askırmışdı? Zaten askırmışsa. Hə, bir askır. Dostlar, elə qonşunuz olub. Bizdə Bədədə də biri var idi. Atda o askırırdı, evdə biz sirkələnirdik. Vermişdim anne qalıb. Nədir şu? Yaşardı. Hə, Belki uzaq başı olsun yadına açmaz. Əşlədən yerdim. hə, Çox yaşardı. Oturdum bir asqa mekanın altında. hə. Avam önürsündə. Altınıza görə. Sonra yerde orada oturmuşam. Bana çay dedi ki o gel bura. Sana papaq verim. Yüzsən yoxdun, zadın yox idi. Hə. Ne dedi? Onu götürdüm. Sonra yadımdan çıxdı qaytarış vermək. İndi onu da Biraz koydu. da doğru. Gör orada tanıyırsan. Evini tam yox. Yadımdan çıxdı. Deməli qızlar, indi maşınımız gəldi, çatdı. Yollanıram ustamın yanına. İnanırsınız, Allah hamd olsun. O dəfə özünüz gördünüzsə başqa usta yanındaydım. Bir gün ona ihanət yapdım. Gedim satın başım yolmasa yaxşıdır. Deməli qızlar, axır ki gəldim, çıxdım Aynuşun yanına. Aynuşdan savayı başqası yağlandı. Siz Allah bunun içinə bax. İçi küləyi şey olmuyor, kurumuyubdu. Deyən buna göstərəlim Aynuş. Ben de tanıdım göstereyim. Deməli neymiş? Çox tərifləmalı qut düşərmiş. Siz Allah buna. Əməlli başlı içi quruyur. Hər ayağım nə gündədir Allah bilir. İstəyədim ayağıma da gələrdi. Buna içi qalıb kireyi qurumuyub, içi təmiz kirey, bayaqdan kirey çıxardırıq. Demirik göbələk salar. Bari dırnağınızı elətdirəndə belirlətdirməyin. Deməli qızlar, dırnağımı arka formasında elədim. Biraz incə fason. Rəngim də ki, biraz qərarsızam, amma beynimdə 2 dənəsi var. Belə başımıza nə iş demiyor. Sənə danışım. Dünən gəlməliydim axı bura. Dırnağıma da. Sadət gəlir axı, həmişə Sadətə gəlir. Anuşun yanından. Sadətlə üst-üstə düşdü. Dedim yox, amma mən Sadətdən qabaq yazılmışdım. Mən yerimi verə bilmərəm. Nə tər deyindimsə, yazıq qız dırnağını qoyub qapının arasına mı? Nə bilim, maşının arasına mı? Hə, mayasından qırılıb gələr. Nə cüdünə yazıb pay sürmüş, bir gün də gələməyib. Buradan demək istəyirəm ki, Sadət alma mazlumun ahını. Yazıq qız qaldı belə. Özü Sədəf maya pis şeydir, göz sağalır, adam elə incidir. İndi yazıq dildən əmən olur. Özümü də günah hiss elədim. Dedim, nəfsim tutub yazıq qızı. Qızlar, indi inşallah bunu bəyənərsiniz. Tələb burada mənim YouTube'da oğlan izləyicim var. O birisine mesaj yazıb. Mesajlarda komment atıb ki, deyir, bu nədir? Deyir, bu kanal zəsi durmaz. Yine nivləndi. Dedim, ağzı neydi? Burnuna vurur. Yine niye yazırlar ki mənə? Denə ki, qəşəng yaraşmır xanım. Belə de, deyim, hə. Qanla belədir sən, yazıqsan. Bizdə 7 kişiyle qarışma var. Sənin nə işin var? Arvat YouTube'unda bax. Nə yazırsan? Adı Fatih idi. Fatoş deyirəm mən ona. Neyse qızlar, belə başımıza nə iş gəlir.
Deməli qızlar, C'dən rəngini pəmbə rəng seçdim, ölü pəmbə seçdim. Çox qəşəng rəngdir. Nədənsə belə istəyirəm. Sadə bir şey. Ağ eləmək istirdim, amma dedim ki, o bir dırnağım zaten ağ rəngdir də. Deməli qızlar, son dokunuşları da yapıyoruz. Mənim əlim qədər görəsən kənardan. Arada bir YouTube'uma gir bax da. Əlimi görəsən ilk çubuq çıxır. Mənim çubuq deməyəcək. Videoda niyə belə çubuq çıxır? Videoda da eşit dərəcədə çubuq çıxır. Biraz incə deyil, amma o qədər də çubuq deyil də. Çabuk değil. Neyse kızlar, bunun da üstüne belə setka kimi hörümçək öyrənin. Olacaq gözəl. Onun adı neydi? Metal. Hə, metal çəkəcək üstüne. Asıl bölüşəcəm də sizdən. Boştu. Boşdur. Yenə sıxıram. Biraz sıkmıştı, evet. Özünü asıl edirəm. Metalımızı da küpəledirik dostlar. Belə bir dənə 80-də, hə? Bir dənə Bir tane de yanından çekeceğim. sıxılmaz. Orta deliği aşk. Onu verirsən ki. Hı? Belə, hə? Yox, belə qəşəngdir. Sadə və incə. O bir dırnaqdan incə və qəşəng səliqəli, təmiz. Deməli qızlar, dırnağımın da son halı. Çəkilişimizi də elədik. Siz Allah görün nə qəşəng incə çıxıb. Buralarına baxın. Əsil istədiyim kimidir. Çox qəşəngdir. Qızımın əlləri var olsun. Her bir şey gösterdikten. Sağ ol həyatım. Rəngi də siz Allah çox qəşəngdir. Yəni bu dırnağa da söz tapsa sizə sözüm yoxdur. Allah'a olsun. Ya sizin zövqünüz yoxdur ya mənim. Amanım çox gözəldir. Cidden çox qəşəngsiniz. Deməli dostlar, dırnaqdan da çıxdıq. Gedirəm evə. Yenə sistemi qoşduracağım. Çünki qızartılar getməyib deyə məcbur bir dənə də sistem dedi qız ki, qoşaq. Salaryaya getmək istirdim, qoymadı. Dedi getmənə məcburdur. Neyse kızlar, gedim evə görün başıma nə işlər gəlir. Deməli dostlar, mən də gəlib çatmışam evə, hələ evə qalxa bilməmişəm. Çünki padurqam gəlir bizə. Evə də bir şey aldım. Evet, kime diyelim diye. Badımcan, nə bilim. Uş, yıxılmışdım, pomidor, şirin biber falan. 3 bacı eləyəcəm. Bilmirəm, nə üstünə bişirim yayda, Allah'ım da. Uşaqlar xoşdur deyir, 3 bacı bir də. Ben hoşlanmıyorum. Padurqam da xoşdur, niyə? Ben ne bileyim. Sən xoşlanmırsan, amma Murat xoşdur, niyə? Bu şart işləri bir çəkəndə xoşdursan. Ben etini yerim. Fəzatı yiyirsən də. Da. Ama Ama genel Murat- ben hoşlanmıyorum. Murat amma çox xoşdur, yəni çox da pomidoru ilə biberini yeyir. Tandır yine yiyebilirim. Ha, siz niye hoşlanmıyorum? Niyə? Ha, şey tanımadım. Biberdə xoşlanmıram. Ha. Biberin o tərəvəzi xoşlanmıram, bir də badımcanı xoşlanmıram. Hə, eləmi? Badımcan içində heç xoşlanmıram. Bizə nə iş gəlir? Gedim qızı götürüm, padurqamı. Gəlim evə, qız da məni gözləyir. Gəlsin sistemi qoşsun, sonra yemək bişirim. Padurqamdan bir qeybət eləyim, nə qədər, ürəklə. Neçə vaxtı görmürəm, çox darıxmışam. Deməli qızlar, padurqamı götürüb gəlindən sonra indi də işə koyulmuşum. İki bacı soğan onluqdur. Gözümdə dərman zat var deyə mən eləmirəm. İşlədirəm qızı gələndən bayaqdan. Sistemi də qoşdurdum, çıxdı, getdi bacımız. İndi də bacımız dolmanı hazırlayır.